Xəbər verdiyimiz kimi artıq bir müddətdir paytaxtda dumanlı hava şəraiti müşahidə olunur. Rəsmi açıqlamada martın 9-u axşamdan 14-nədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə fasilələrlə dumanlı hava şəraitinin olacağı açıqlanıb. Lakin belə hava Bakı kimi şəhərlərə xarakterik deyil. Bu cür zamanlarda xüsusilə qəzaların sayı artır, sürücülər arasında təşviş yaranır. Ekspertlər bildirirlər ki, dumanlı hava şəraitində xüsusən sürücü və piyadalar ehtiyatlı olmalıdırlar. Çünki belə havalarda görmə məsafəsi kəskin məhdudlaşır. Martın 9-undan başlayan dumanlı hava səbəbilə artıq Bakı və Abşeron yarımadasında avtoqəzalar baş verib. Duman hansı səbəbdən yaranır? Qlobal İnfoza danışan ekoloq Ənvər Əliyev deyib ki, yerin soyuqluğu, havanın istiliyi dumanın yaranmasına səbəb olur. Stat: Məsələn, tutaq ki, ötən gün 20 dərəcə isti var idi. Gecə isə temperatur həddindən artıq aşağı indi. Bu səbəbdən duman yarandı. Yəni soyuq və isti havanın qarışması dumanın yaranmasına səbəb oldu. Belə deyim, hava isti, torpaq soyuq olduğu üçün bunlar baş verir. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.